Bismillahirrahmanirrahim. Elhamdülillah ve salatu ve selamu ala men la nebiyye ba'de. Allah Teala buyurur ki hatırlat. Həqiqətən hatırlatmaq müminə fayda verər. Götürəcəyimiz mövzu qiyamət günü insanların halı necə olacaqdır? Gözdən pərdə çəkiləndə, göy və yer dəyişəndə və qullar hesab üçün diriləndə hər kəs bu dünyanın keçici olduğunu, ahiretin ise davamlı olduğunu bilecekti. Allah Teala Kur'an-ı Kerim Kaf suresi 22. ayette böyle buyurur. فَكَشَفْنَا عَنْكَ غِطَاءَكَ فَبَصَرُكَ الْيَوْمَ حَدِيدٌ. Biz senden perdeni kaldırdık. Sen çok yaxşı görürsen. Göreceğine şək ettiği şeyi artık yəqin görür. Allah'ın kitabı elimizdedir. Əsirdən əsrə gəlib bizə çatmıştır. Onu əvəz etmək və yaxud da dəyişmək olmur. Biz ona şəklə yanaşanları, onu inanmayanları gördük. Kəşki bunu etməsəydilər. Nə qədər gözlərimizin bağlı olduğu, görmədiyi haqq vardır. Biz o günü unutmuşuq. Keçici fani olan həyat, keçici fani olan dünya həyatı bize ahireti unutturmuştur. Ey güzel kardeşim, ağlına hiç bu sual gelmir mi? Kul kıyamet günü Allah'ın karşısında dayandığı zaman sağına ve soluna bakacak, ayak yalın, çılpak insanları Rabbinin karşısında hesap üçün gözlediğini görecekti. Aynı zamanda milyarlarla melek cehennemi kıyamet meşherine getirecekti. Yeryüzü ışıklanacaktır. Bu güneşin nuru değildir. Güneşin nuru sönmüştür. Bu Allah'ın nurudur. Teraziler kurulmuş, məhkəmələr hazırlanmıştı, göydeki perdeler çekilmiştir. O gün insan gözü demir kimi olacak. Hiç ağlına gelmedi mi ki ne üçün insan o günü diyecek ki ya leyteni qaddemtu li hayati. O kaş ahiret hayatım üçün önceden hazırlık göreydim diyecek. Bugünüm üçün ne üçün əməl etmedim diye özünü qınayacaktır. Çünkü o gün onun üçün ağır, her şeyin göz qabağında olduğu bir gündür. Allah Teala ahiret barəsində belə buyurur. وَمَا هَذِهِ الْحَيَاةُ الدُّنْيَا إِلَّا لَهْوٌ وَلَعِبٌ وَإِنَّ الدَّارَ الْآخِرَةَ لَهِيَ الْحَيَوَانُ لَوْ كَانُوا يَعْلَمُونَ. Bu dünya hayatı eğlence ve oyundan başka bir şey değildir. Ahiret yurdu ise ebedi hayattır. Kaş ki bileydiler. Ankebut suresi 64. ayet. Yani elə bir hayat ki hiç bitmeyen davamlı bir hayat. O gün dünyaya qayıtmaq istəyir. Çünkü məhkəmədən ayrılan insanları görür. Kurulan məhkəmənin ordusu Allah'a hiç vaxt asi olmayan meleklerdir. Şahidler insanın öz əzalarıdır. Hakim ise Allah'tır. O gün elə qul olacak ki Allah'ın karşısında dayanacak. Ona deyilecek ki İqra kitabek, kitabını oku. Görecek ki bütün səhifeleri xeyirlə doludur. Her baktığı zaman onu sevindiren əməllər var. Allah'ın evinde kılınan namazlar, şirk olmayan, ihlas olan əməllər minlərlə insanın ondan xeyir öyrənməsini görəcəkdir. Hiçbir kişinin onun sebep olmasıyla dinden uzaklaştığını görmeyecek. Onun sebebiyle günaha düşəni görmeyecek. Səhifelerinin hamısında güzel dualar görecektir. Razı olan valideynin duasını görecektir. Səhifeler okundukça melekler onun Allah'tan korkan kul olduğunu təsdiqləyəcəklər. Səhifeler çoxlu Kur'an oxumaqla, çoxlu sıxıntıları aradan kaldırmakla, insanı başını kaldıran əməllərlə dolu olduğunu görecektir. Sonra sevinçle başını Rabbine tərəf kaldıracak ve belə deyəcəkdir. Rabbena innena semi'na munadiyen yunadi lil iman en aminu bi rabbikum fe amennâ.
Əl-İmran surəsi. Ey Rəbbimiz, həqiqətən biz Rəbbinizə iman gətirin deyə imana çağıran bir çağırışçını eşidib iman gətirdik. Deyəcək ki, ey Rəbbim, bu mənim əməllərimdir. Öz nəfsimlə vuruşdum. Sənin razılığın üçün çalışdım. Ey Rəbbim, Rabbənə və ətinə mə vəəttənə alə rusulik və la yuxzinə yevməl qiyamə innəkə la tuxliful mi'ad. Ey Rəbbimiz, öz elçilərinin vasitəsilə vəd etdiklərini bizə ver və qiyamət günü bizi rəzil etmə. Şübhəsiz ki, sən vədinə xilaf çıxmazsan. Bugün də məni rəzil etmə. Hansı ki, ata oğlundan, ana evladından qaçır. Hər kəs özüm deyir. Allahım, bizi rəzil etmə. Biz səni sevdik. Sən vədə xilaf çıxan deyilsən. Bunları dedikdən sonra qəlbləri titrətən bir səs eşidilir. Nəcəvtə, nəcəvtə, nicat tapdın, nicat tapdın. Xud kitabəkə biyəminik, kitabını sağ əlinlə götür. Sonra isə həmənki şəxs yüksək səslə deyəcəkdir. Fəəmmə mən utiyə kitabəhu biyəminihi fəyəqulu həumuqra'u kitabiyyə inni zanəntu ənni mulaqin hisabiyyə. Kitabı sağ əlinə verilən kimsə deyəcəkdir. Alın, oxuyun kitabımı, çünki mən öz hesabımla qovuşacağıma inanırdım. Haqqa surəsi 19-20-ci ayələr. Sonra insanların gözündən itəcək, mələklər onu heç bir kölgənin olmadığı bir gündə, ancaq Allahın qullarına rəhmət üçün olduğu kölgədə kölgələndirəcəkdir. Sonra ona deyiləcəkdir. Selamun aleykum bimə sabartum fəni'mə uqbəddər. Dünyadakı çətinliklərə səbr etdiyinizə görə sizə salam olsun. Ahirət yurdu necə də gözəldir. Ra'd surəsi 19-cu ayə. Bu bir kişinin məhkəməsindən sonrasıdır. Ey Rəbbim, bizi də onlardan et. Allahım, bizi də öz əzəmətli gündə nicat tapanlardan et. Əmin. Başqa bir kişiyə gəldikdə isə o 50.000 il qorxu və həyəcan içərisində gözləyib, sonra gəlir məhkəməsinə. Ona deyilir: İqra kitabək, kəfə bi nəfsikə liyevmə aleykə həsibə. Ona belə deyilər: kitabını oxu, bugün sənə özünü hesaba çəkməyin yetər. Bugün sənə özünü hesaba çəkməyin yetər. İsra surəsi 14-cü ayə. Kitabı gözləri önünə qoyular. Günahkar asi deyər ki: وَوُضِعَ الْكِتَابُ فَتَرَى الْمُجْرِمِينَ مُشْفِقِينَ مِمَّا فِيهِ وَيَقُولُونَ يَا وَيْلَتَنَا مَا لِهَذَا الْكِتَابِ لَا يُغَادِرُ صَغِيرَةً وَلَا كَبِيرَةً إِلَّا أَحْصَاهَا وَوَجَدُوا مَا عَمِلُوا حَاضِرًا وَلَا يَظْلِمُ رَبُّكَ أَحَدًا. Kəhf surəsi 49-cu ayə. Hər kəsin kitabı qarşısına qoyulacaq və sən günahkarların orada yazılmış olanlardan qorxduqlarını görəcəksən. Onlar deyəcəklər: vay halımıza, bu necə bir kitabdır? O nə bir kiçik, nə də bir böyük günahı buraxmadan hamısını sayıb yazmışdır. Onlar etdikləri əməlləri öz qarşılarında görəcəklər. Rəbbim heç kəsə zülm etməz. O öz kitabını oxuyacaq və görəcək ki, o Allahdan çox uzaqdır. Kitab Allaha olan şəklə, şirklə, asiliklə, insan haqları ilə, insanlara zərər verməklə, insanların haqlarını yeməklə və başqa günahlarla doludur. Onda deyəcək ki, bu necə bir kitabdır ki, hər şey burada yazılıb, öz şərlərini, pis əməllərini gözləri ilə oxuyacaq. Mələklər onun ətrafını saracaq, ona deyəcəklər: oxu kitabını, ələm yətikum nədir? Məyər sizə xəbərdar edən gəlmədimi? Deyəcəklər:
قالوا بلى قد جاءنا نذير فكذبنا وقلنا ما نزل الله من شيء in entum illa fi dalalin kebir. Onlar diyecekler elbette bize korkudan, bize korkudan bir peygamber gelmiştir. Ama biz onu yalancı sayıp Allah hiçbir şey nazil etmeyip siz de ancak büyük bir azgınlık içindesiniz dedik. Allah-u Teala bu barədə Mulk suresi 9. ayda buyurur. O zaman o çok büyük peşmançılık ve husran içerisinde olacak. Ona deyilecek. ذَٰلِكَ بِمَا قَدَّمَتْ يَدَكْ وَاَنَّ اللّٰهَ لَيْسَ بِظَلَّامٍ لِلْعَبِيدِ. Ona deyilecektir. Bu dünyada iken törətdiyin əməllərin cəzasıdır. Yoksa Allah kullarına asla zulüm eden değildir. Hac suresi 10. ayet. Kitabını götür deyilecek. Kitabı sol eline verilecek. Bu zaman kışkırarak diyecekti. Heleke anni sultaniye, ma agna anni maliye, heleke anni sultaniye. Malım mənə fayda vermedi, hökümranlığım da məhv oldu getdi. Bu zaman onu rüsvayçılık, aşağılama ve əzab bürüyecektir. Burada sənə nəsihət edirəm ey gözəl qardaşım. O vaxt insanlar onları görecek, kalplerine korku düşecek, öz əməllərini hatırlayarak diyecekler. Yaqulu ya leyteni qaddamtu li hayati. O kaş ahiret hayatım için önceden hazırlık göreydim diyecektir. Fecr suresi 24. ayette. Ey kardeşim, Rabbine şükret ki sana en əzəmətli niməti verib, tevhid kəlməsini sana öyrədib, ondan başka ibadete hakkı olan ma'bud olmadığını sana bildirib, sana nasip edib. Onu koru, bu nimeti koru. Bil ki şeytan istəmir ki sen nicat tapasan. Buna göre seni Rabbin barəsində gece ve gündüz çalışır ki şəkkə salsın. Ahiret hesabı barəsində şəkkə salsın. İstəyir ki sen din ve din əhlini senin gözünden salsın. Senin sağından ve solundan gelir ki seni azdırsın. Sen yatırsan o ise yatmır. Ondan xilas olmak için ancak bir yol var. O da Allah'a yönelmektir. Allah-u Teala bu barədə buyurur. Fefirru ilallah inni lekum minhu nezirun mubin. Ey insanlar, Allah'a tərəf qaçın. Mən sizi ondan, Allah'ın əzabından açıq-aşkar xəbərdar edənəm. Ey Allah'ın evlerine bağlı olan, əxlaq libası giyinən, üzünə və paltarına baxdıqda Peyğəmbərin sünnəsi görünən qardaşım, bu yolda sabit qal. Biz təhlükəli zamanda yaşayırıq. Peyğəmbər sallallahu aleyhi və səlləm belə buyurmuşdur. Tubə el-ğurabə əl-ləzīnə yaslihūnə fəsədən-nəs. İnsanlar pozulduğu zaman düzelden qəriblere ne hoştur. Qəriblər tək qalan, fərqli düşünən, qoruyan ve diğer mənalara gəlməkdədir. Səni lağ edənlərin sözləri səni narahat etməsin. Şəhvətə aldananların halı səni aldatmasın. Dünya nimətləri içərisində Allah'ı unutanların halı da səni heyran etməsin. Allah-u Teala Peyğəmbəri barəsində, Peyğəmbərini lağ edənlər barəsində belə buyurmaqdadır. İnnellezîne ecramû kânû minellezîne âmenû yadhakûn. Günahkarlar dünyada iman gətirənlərə gülürdülər. Ve eyni surede Allah Teala buyurur ki فَالْيَوْمَ الَّذ۪ينَ آمَنُوا مِنَ الْكُفَّارِ يَضْحَكُونَ. Bugün kıyamet günü ise iman getirenler kafirlere gülecekler. Allah Teala buyurur ki alel araiki yanzurun hel suwibel kuffaru ma kanu yef'alun. Onlar taxtlar üzerinde eyleşip Allah'ın nimetlerine
baxacaqlar. Kafirlər etdikləri əməllərin cəzasını aldılarmı? Ola bilsin bunlar bir-birlərinə bu sualı versin. Allah Teala böyle buyurur ki, yani kafirlər etdikləri əməllərin cəzasını aldılarmı? Mutaffifin suresi 35-36. ayədə Allah'tan bizim və sizin üçün onunla görüşənə qədər sabitlik istəyirəm. İkinci sözüm də gənc qadınlar, hicab əhli olan bacılarımız üçündür. Həyasını və libasını qoruyan bacılarımız üçündür. Hansı ki onun geyimi, hicabı ona heybət vermiştir. Allah'ın nuru onu ucaltmıştır. Bəli, Allah'ın nuru onur ki asiyə verilmir. Harda olursan ol, bazarda, küçədə, işdə, universitetdə çalış ki sabit qalasan. Hər yerdə sizi alçaltmaq istəyənlər olacaq. Sizi lağ etmək istəyənlər olacaq. Onlara uymayın. Onlar sizin heybətinizi, sizin nurunuzu əlinizdən almaq istəyirlər. Onlar Allah'ın onlara verdiği gözəllik nimətini asilikdə istifadə edirlər. Nimətə şükr etmək əvəzinə asi olurlar. Sizin bu şəkildə çıxmağınız bəzi qəlbləri sevindirir, bəzi qəlbləri isə hüzünləndirir. Ey bacım, çalış hicabını qoru. Sənə evdə, işdə əziyyət verənlər olacaq. Hətta ərin ola bilsin ki, sənə hicabına, dininə görə əziyyət versin. Unutma ki, onların ən üstündə olan, yerin və göyün sahibi olan, bu dünyanın və ahirət əbədi həyatın sahibi olan, Rahman və Rahim olan Allah səni görür. Bax Allah Teala Kur'an-ı Kerimdə Əş-Şuara surəsində nə buyurur? Əl-ləzi yaraka hine təqum və təqallubaka fis-sacidin. O səni namaza duranda da görür, səcdə edənlər içində hərəkətini də. Ey gənclər, dinimiz xoşbəxtliyimizin məstəridir. Gəlin dinimizi qoruyaq. Bilirsinizmi ki, Allah kimin üçün təəccüblənir? O şəxs ki, cavandır, güclüdür, hər günahı etməyə gücü çatır. Ancaq Allah üçün o günahı tərk edir. Allah onun bu əməlinə təəccüblənir, sevinir. Əgər Allah sənin etdiyin şeyə görə təəccüblənirsə, sevinirsə, gör Rəbbinin sənin üçün olan mükafatı necə olacaqdır. Əgər itaat üzərində olarsansa, onunla görüşənə qədər sabit olarsansa, bu din üzərində ibadətini ixlasla və Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnəsinə uyğun bir şəkildə edərsənsə, Allah-u Teala qiyamət günü heç bir kölgənin olmadığı bir gündə səni Rəbbin ərşinin kölgəsində kölgələndirəcəkdir. Ey qardaşım, Allah'tan uzaqlaşma. Dünya həyatı, bərbəzəyi bizi aldatmasın. Allah'a dönək. O bizə analarımızdan daha mərhəmətlidir. Tövbə edənin tövbəsini qəbul edəndir. Allah Teala buyurur ki: "Qul ya ibadiyellezine asrafu ala anfusihim la taqnatu min rahmetillah." De, ey özlərinə zülm etməkdə hədd aşan qullarım, Allahın rəhmətindən ümidinizi üzməyin. Tövbə etdiyiniz zaman Allah Teala bütün günahları bağışlayandır. Allah Teala tövbə etdiyimiz zaman tövbələrimizi qəbul edəndir. Etdiyimiz günahların üstünü örtəndir. Bir şey istədiyimiz zaman o şeyi bizə verəndir. Bilmək lazımdır ki, biz əgər Rəbbimizə dönməsək, Rəbbimizə itaat etməsək, bizi qiyamət günü Allahın əzabından kim xilas edə bilər ki? Şübhə yoxdur ki, o günün sahibi, din gününün sahibi Allah Subhanahu və Teala'dır. Və bizim də o günü nicat tapmağımıza səbəb olan amillərdən, əməllərdən biri də Rəbbimizə iman gətirməmizdir. Rəbbimizin əmrlərini yerinə yetirib qadağan buyurduğundan çəkinməmizdir. Rəbbimizi ucaltmağımızdır, şirkdən onu uzaq tutmağımızdır və Peyğəmbəri sallallahu aleyhi və səlləmə tabi olmağımızdır.
qıldığımız oruclardır, qıldığımız namazlardır, tuttuğumuz oruclardır, verdiyimiz sədəqələrdir, söylədiyimiz gözəl sözlərdir. Bunlar qiyamət günü bizim üçün bir xəzinə olaraq tapılacaqdır. Allahdan istəyirik ki, Allah-u Teala bizi razı qaldığı şəkildə bu dünyadan köçməyi nəsib etsin və özü ilə görüşdüyümüz zaman sevinən qullardan etsin və qiyamət günü kitabımızın sağ əlinə verilənlərdən etsin və sevinərək İqra'u kitabiyə, kitabımı oxuyun deyənlərdən olmağı bizə nəsib etsin. Ailələrimizlə, evladlarımızla, valideynlərimizlə, qardaş və bacılarımızla və bütün yaxınlarımızla Allah-u Teala bizi Firdevs cənnətinə sorğu-sualsız girməyi nəsib etsin. Amin. Subhanakallahumma və bihamdik. Nəşhədu ən la illə ənt. Nəstəğfiruka və nətubu ileyk.